Deməli, Bəxtiyar Vahabzadənin yaradıcılığı ilk şeiri Ana və Şəkil 1943-cü ildə çap olunub. İlk kitabı Mənim Dostlarım 1949-cu ildə, ilk poeması Xəzan Bülbülü 1942-ci ildə Məhəmməd Hadiyə həsr olunubdur. Ümumiyyətlə, Bəxtiyar Vahabzadə tarixi şəxsiyyətlərə, şair və yazıçılara poemalar, əsərlər həsr etmişdi və bununla o ədəbiyyatda özünə məxsus xüsusi mövqeyi qazanıbdır. Bədii əsərlərin 3 növündə də yazıb yaratmış sənətkardır. Xüsusilə şeirləri, lirik növdə yazdığı əsərləri daha çoxdur və bu baxımdan Bəxtiyar Vahabzadə şair adlanır. Hüseyn Cavid də bədii əsərlərin hər 3 növündə yazmışdı, amma onun yaradıcılığında dramaturgiya üstünlüyünü təşkil edirdi. Ona görə də biz Hüseyn Cavid haqqında yaradıcılığa şeirlə gəlib deyə bilərik, amma Bəxtiyar Vahabzadəyə yaradıcılığa şeirlə gəlib deyə bilmərik, çünki o onsuz da şairdir. Latın dili şeirində bir dilin, yəni latın dilinin necə yaşadığı, millətin, xalqın, dövlətin öldüyü, amma dilin yaşadığı əks olunur və belə dillərə ölü dil deyirlər. Əslində deyir, ölü dil o dil deyil ki, o dil ölsün, o xalq ölsün. Xalq yoxdur, millət yoxdur, dövlət yoxdur, dil var. Və Azərbaycan dili ilə müqayisə eləyir ki, ölü dil bizim dilimizdir. Dövlət də var, xalq da var, millət də var, amma dil ölübdür. Amma gəlin latın xalqlarına baxaq. Dövlət yoxdur, dil yaşayır. Həkimlərin, loğmanların dilidir o. Bilirik ki, latın dili terminoloji dildir, elmi, yəni üslubda olan əksər terminlər latın dilindədir. Ana dili şeirində isə ana dilində danışmağı özünə ar bilənlər, ana dilinə xor baxanlar tənqid olunur. Vətəndaş şeirində isə insanın vətən qarşısında borcundan danışılır. Azərbaycan-Türkiyə şeirində isə iki dövlət, bir millət olan Azərbaycan və Türkiyənin əbədi və əzəli dostluğundan danışılır. Şeirlərin sayını çoxaltmaq da olar. Çox şeiri var Bəxtiyar Vahabzadənin. Onun şeirlərinə mahnılar da yazılıbdır. Kəpənək, biri sənsən, biri mən. Yəni, olduqca Azərbaycan ədəbiyyatının zənginləşməsində Bəxtiyar Vahabzadənin şeirləri əvəzsiz yer tutur. Epik əsərləri poemalardır. Biz dedik ki, epik növdə yazan sənətkarlar poema da yaza bilər, hekayə də yaza bilər, povest də yaza bilər. Əlbəttə, Bəxtiyar Vahabzadə şair olduğuna görə onun epik əsərləri məhz poemalardır. İlk poeması Gülüstan 1958-ci ildə Gülüstan sülh müqaviləsindən və bu müqavilənin Azərbaycan xalqını iki yerə parçalaması və Azərbaycanın Rusiyanın tərkibində sanki bir əsarətdə işğal altında qalması fikirləri burada ön plana çəkilir. Gülüstan poemasına görə şairi təqib edirlər, şairi hətta vətən xaini adlandırırlar. Çünki biz 58-ci ildə Rusiyanın SSR-nin tərkibində idik. Şəhidlər poeması bildiyimiz kimi 1990-cı il 20 yanvar hadisəsindən təsirlənən şairin elə Sovet rejiminə qarşı etirazıdır. İstiqlal poeması isə Gülüstan və Şəhidlər poemalarının yekunudur. İstiqlal poemasında həm Gülüstandan bir hissə var, həm şəhidlərdən bir hissə var. İstiqlal poeması nikbin ruhda yazılıbdır. Yəni gələcəkdə o taylı bu taylı Azərbaycanın xəritəsini görür o. Və zəncilərin, Afrikalıların belə oyanmağını, amma bizim millətin hələ də öz haqqını müdafiə etməməyi ideyası. Ana dili məsələsinə toxunulur burada. Bəli, biz əgər ana dili şeiri ilə istiqlal şeirini inteqrasiya etsək, hər ikisində ana dili məsələsi ön plana çəkilir. Şəb-i Hicran poeması Məhəmməd Füzuliyə həsr olunubdur. Ağlar Güləyən poeması Mirzə Ələkbər Sabirə həsr olunub. Gülüstan 2 dəfə yazılıb. Təzadlar poemasında isə vaxtilə Vyetnam müharibəsi, Vyetnam-Çin müharibəsi gedirdi və orada
sanki mövzunu Vyetnam müharibəsindən götürüb, amma şair Azərbaycanın azadlığını, istiqlalını irəli sürürdü. Əgər tezdə sizə düşsə ki, Bəxtiyar Vahabzadənin hansı poemasıdır ki, mövzusu xarici ölkə həyatından götürülüb, amma ideyası Azərbaycanla bağlıdır. Dramatik əsərlərinə keçək. Bəli, Yollara iz düşür. Çox dramatik əsərlər var. Yağışdan sonra çox əsəri var. Fəryad. Fəryad Nəsimidən danışılır. Nəsiminin haqq-ədalət mübarizəsi, hürufiliyi yayması, nihayət edamı. Mənzum faciədir. Mənzum tarixi faciədir. Dar ağacı. Babək üsyanında Akşinin öz xalqına, öz dostlarına xəyanəti və bu xəyanət nəticəsində dar ağacıdan asılması. Burada əsas ideya odur ki, kim bu xalqa qarşı xəyanət etsə dar ağacından asılmalıdır. Özümüzü kəsən qılınc poemasında isə, dramında isə Türk xalqlarının birliyi və bu birliyin pozulmasından danışılır. Əsərin mövzusu Dədə Qorqud motivləri əsasında Dədə Qorquddan götürülübdür. Əsər Bəxtiyar Vahabzadənin öz sağlığında Türkiyədə tamaşaya qoyulub və Türk dünyasına vəsiyyətnaməsi sayılır. Deməli, Bəxtiyar Vahabzadənin yaradıcılığında lirik əsərlər xüsusi yer tutur. İkinci yerdə epik və dramatik növdə olan əsərlər. Və buradan nəticə çıxartdıq ki, Bəxtiyar Vahabzadə tarixi şəxsiyyətlərə əsərlərində müraciət edib. Tarixi hadisələrə müraciət edib. Yaradıcılığında tarixi şəxsiyyətlərə və tarixi hadisələrə müraciət edən sənətkar kimdir? Əlbəttə Bəxtiyar Vahabzadə. Füzuliyə, Sabirə, Nəsimiyə, Babəkə, Dədə Qorquda, yəni bu qədər mövzunu o yaradıcılığı üçün bir mənbə hesab edib.